olmasın. Çəkir. Belə, gəlin də baxaq. Hərdən bir baxaram da. Bax, parabolasının təpə nöqtəsini bir dənə bunu qıraqdan kəsim atım. Bu tipləri görəndə necə elə? Dəqiqə, yenidən kəsək. Bax, bu tipləri görəndə təpə nöqtəsi nə deməkdir? Yəni, biri x-dır, biri y-dir. Yəni, məsələn, hər hansı bir belə qrafikdir. Təpə nöqtəsi, tutaq ki, qrafikimiz belədirsə, bax, təpə nöqtə buradır. Bunun bir tərəfi x-a gəlir, tutaq ki, deyirəm, bura 3-dür. Bir tərəfi də y-ə gəlir. Məsəl üçün, burada olsun 2. Yəni, birinci x-in qiyməti yazılır, sonra da y-in qiyməti yazılır. Bax, burada, bu hissədə x-i sıfıra çevirən hansı qiymətdir? Bax, burada belədir də, y bərabər. Burada yaxşı görünmür. Çıx 7. Bax, bu mötərəzənin içini sıfıra çevirən nədir? X çıx 5 deyil. X çıx 5 bərabər 0. Buradan da x-i tap. Bu da olacaq 5. 5-i keçirirsən digər tərəfə. X-i sıfıra çevirən qiymət 5 olur. Bax, gətirib bura 0 yazanda mötərəzənin içinə, yəni x-in yerinə 5 yazanda bura 0 olur. Onda y-in qiyməti nə olur həmişə? Burada da qalan var. Bu həmişə sərbəst olur da, y-ə aid olur. Y-də olur -7. Buranın işarəsi ilə birgə götürürük və y-ə aid götürürük. Olur -7. İndi sənə deyir ki, təpə nöqtələri hansılardır? Biri 5-dir, biri də -7. Həmişə demişik, intervalda yazanda birinci x-in qiyməti yazılır, sonra y-in qiyməti yazılır. Yəni 5, bir də -7, o da olacaq B variantı. Başa düşdün necə? Bəli. Və məsələn, belə verəndə lap, indi bunlara aid görəcəksən testlərdə. Tutaq ki, yazacaq belə, y bərabər x kvadratı, tutaq ki, üstə gəl 3. Və x kvadratını bərabər elə 0-a, yəni 0-a çevirən qiymət elə 0-dır. Buradan x alıram 0. Bu həmişə burada olan var. Bu həmişə elə müsbət 3, y-ə aid olur. Bunun yanında görsən x falan yoxdur. Bunun işarəsi ilə birgə y-ə aid götürürük. İndi burada da interval necə olur? Təpə nöqtələri olur 0, 3. Və yaxud da belə yaza bilər. İndi bir dənə də qıraqda yazım. X çıx 1-in kvadratı, məsələn, çıx 3. Və yenə, mötərəzənin içini 0-a çevirən qiymət nədir? Yəni, x-in yerinə 1 qoysam, 1-dən 1-i çıxsam, bu olar 0-da. X oldu 1. Bəs y-imiz nə olur? Y-i də dedik ki, buranı həmişə götürürük y-ə aid. Y-də olur -3. İndi bunun təpə nöqtələri nə olur yenə? 1 ilə -3. Aydın oldu. Bəli. Sonra 56-ya baxaq. Bax, kəsişmə deyəndə yadında saxla. Y-lərini bir-birinə bərabər eləyirsən. Y, yəni bu y-lə bu y bir-birinə bərabər olur. Bax, burayla bura bir-birinə bərabər olur. Yəni, bu hissələri bir-birinə bərabər elə. Kəsişmə deyəndə bərabər götürəcəyik. Yəni, x üstə gəl 3 bərabər 12 çıx 8x. Bax, x-ləri bir tərəfə keçir, bərabərliyin bir tərəfinə. Bax, bu x qalır yerində. Bu çıx 8-dir. Bərabərliyin digər tərəfinə keçəndə işarəsini dəyişərək keçir. Bu 12 də qalır yerində. 3-ü keçirəm axı indi bu tərəfə, 12-nin yanına. Müsbət 3-dür. Digər tərəfə keçəndə işarəsini dəyişərək keçdi. Oldu çıx 3. X ilə 8x-i toplayanda bunun əmsalı 1-dir. 1 ilə 8 elədi 9x bərabər. 12-dən də çıxıram 3-ü, bu elədi 9. İndi burada deyirəm ki, 9-u nəyə vursam 9 eləyər? 1-ə vursam, deməli, x-ımız 1-dir. Bizdən nəyi soruşur? X-ı, deməli, x 1-dir. Onda bunun y-i nə olar? Y-ni də gətir birinci tənlikdə qoy yerinə. Birinci tənliyimiz belə deyil. Gətir x-in yerinə 1 qoy.
Yəni 1 üstə gəl 3. Bu elədi 4. Y-imizi də aldıq 4. Laf gətirib burada da qoysan, x-in bir qiymətini yenə 4 alacaqsan. Deməli, biz dedik intervalda bunu qeyd eləyəndə, nöqtələri qeyd eləyəndə birinci x-in qiyməti, sonra y-in qiyməti yazılır. X-imi aldım 1, y-i də aldım 4. Olur 1 ilə 4. Bax belə. Başa düşdüm. Əla. Gəl indi buna baxaq. Bizə deyir ki, təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir? Düz xəttin tənliyi belədir də, y bərabər k2 üstə gəl b. Burada baxıram ki, bu düz xətt, bax bu qırmızı ilə işarələyirəm. Bax bu düz xətt var qrafikin üzərində. Bu koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçdiyinə görə bunun y-i 0-dır. Yəni b bərabər olur 0-a. Onda tənliyimiz olacaq bu şəkildə. Y bərabər kx. İndi mən buradan k-nı tapmalıyam. Bizim k-nı tapanda fikir versən a-nın nöqtələrini nə verib? A-nı verib -2, 2. Yəni bu x-dır, bu da y-dir. Gətir bu tənlikdə qoy yerinə. Y-in yerinə 2 qoyuram. K vur. X-in də yerinə -2 qoyuram. K-nı tapanda buradan 2 burada vurdu. -2 bu tərəfə, digər tərəfə böl kimi keçir. 2-ni -2-yə böləndə eləyir -1. K-nı, bax bu K-nın qiymətidir. Gətir indi bu tənlikdə yazaq yerinə. Y bərabər olur. K-nın qiymətini axı -1 aldım. -1-i vururam x-a. Bu olur -1-i x-a vuranda -x. Yəni tənliyimiz olur bu şəkildə də -x. Bu da hansı olur? A bəndi. A variant. Hə. Sonra buna baxaq. Deyir ki, B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Koordinat başlanğıcından nə zaman keçir? B-si 0 olanda. Heç buna ehtiyac yox idi. Bax, koordinat, bax, bu düz xət ya belə keçir, səhv çəkdimi? Bax, düz buradan keçməlidir, rəva nə? Bax, belə. Tən ortadan. Ya da ki, belə keçəcək. Tən ortadan. Bu da buradan keçəndə bunun bil ki, B-si 0-dır. Axı, Y oxunun üzərində axtarırıq B-ni. Y oxu da olur 0, Y oxunda da olur B 0. Deməli. Bəs bunlar necə? 61-i bilmirsən? 61-də deyir necə taparıq? Məsələn, deyir nöqtə hansı funksiyaya aiddir? Sual vermirsən də 62-də. 62 ilə 61 onun kimidir. Bunu da götürüm. Yaxşı, bunu da götürək. Bir dəfənlik. Deməli, bax, nöqtələrdən deyir hansı funksiyanın qrafikinə aiddir. Sən burada nə edirsən? Məsələn, A bəndini götürürəm. A bəndində nöqtələr nədir? Biri 0-dır, biri 8. Bax, birinci yerdə x-in qiyməti durur. İkinci yerdə y-in qiyməti durur. Deyir ki, y bərabər x kvadrat üstə gəl 7-də. Bu funksiyada gətir. X-in qiymətini qoy burada yerinə. X-in qiyməti 0-dır. Gör həqiqətən bu 8-i alacaqsanmı x-a 0 qoyanda? Yəni y-in qiymətini alacaqsanmı? Bax, gətirirəm, qoyuram yerinə. X-in yerinə 0 qoyuram. 0-ın kvadratı üstə gəl 7. 0-ın kvadratı 0-dır, bu elədi 7. Bax, 8-i almadım. Ona görə A bəndi olmaz. İndi B bəndinə baxıram. Nöqtəni verib, -1, 7. Yenə x-in yerinə gətir, -1 qoy. Bax, bu funksiyada x-in yerinə gətirib 1 qoyuram. Yəni, -1-in kvadratı üstə gəl 7. Bərabərdir. -1 kvadrat bu mənfini yox eləyir. Olur 1-in kvadratı 1 üstə gəl 7. Bu bizə 8 verdi. Fikir ver.
mən y-ə -1 qoyanda 8 aldım. Amma bizə deyir 7 olsun. Deməli, B də olmaz. Haradaydıq? İndi C-ni yoxlayıram. Əslində, gəl, bax, D-ni yoxlayım. Başa düşdün də necə qoyuruq yerinə. 1 ilə 8-i qoyuram. Bəli. D bəndini götürürəm. Yəni, cavab görünür də oradan. Yenə gətirib bu funksiyada yazırsan yerinə. Yalnız bir dənə x-in qiymətini götür. Yəni, olur 1, 1-in kvadratı. Üstə gəl 7. 1-in kvadratı 1-in üstündə neçə olur olsun, o həmişə bizə 1 verəcək. 1 üstünə 7 gəldim, bu bizə verdi 8. Fikir versən, həqiqətən bu 8-i aldım. Yəni, y-ə mən 1 verəndə, x-a 1 verəndə y-ə 8 aldım. Deməli, doğru variant D variantıdır. Bizim şərtimizi ödəyən. Sonra, bax yenə, təpə nöqtəsi 63-ə də baxaq, 64-də də sual vermişsən, eyni tiplidir. Bunu bir dənə silim. Bax, 63-də necədir? Yenə funksiyanı bu şəkildə verib. Üstə gəl 5. Sən bunu təpə nöqtələrini tapmalısan. Yəni, təpə nöqtələri nədir? X, Y. Təpə nöqtələrə bəzən M, N də deyirlər funksiyalarda. M-in düsturu var idi, N-in düsturu var idi. Bir dənə buradan qeyd edeyim, yadına düşsün. M-in düsturu -B bölü 2A idi. N-in düsturu da -D bölü 4A idi. Burada D-nin də yerinə mənfi deyildi. Burada müsbət olacaq. 4AC çıx B-nin kvadratı. 4AC çıx B-nin kvadratı bölü 4A. Nəysə, bu bizə lazım deyil hələ ki. Yəni, bunları tapmalıyıq. Deməli, buradan baxıram ki, Rəvanə, x-in dedim, bu x-i sıfıra çevirən qiymət hansıdır burada? Burada. X-i sıfıra çevirən x-in qiyməti hansıdır? Bura nə zaman sıfır olar? Mötərəzənçi. Müsbət olmazdı. 3-ün üstünü 3 gəlsəm, 6 eləyəcək. Deməli, sən bura, bu müsbət deyil, bu müsbət 3-dür. Sən deməli, onu əks işarə ilə götür. Mənfi deyilən. Bu x-in yerində də -3-dür. Sən indi bax, bu burada -3 olsaydı, bax, mənfi. Sən buna müsbət 3 deyəcəkdin. Yaxşı. Burada işarə nədirsə, sən onun əksinidir. Rəqəm eyni olur, işarənin əksinidir. İndi müsbət 3-dür, deməli, -3 olanda sıfıra çevrilir. Həqiqətən -3-ün üstünə 3 gəlsəm, bu 0 eləyir. Çünki biri mənfi, biri müsbətdir. Həmişə buranda demişəm ki, bu işarə ilə birlikdə y-ə aid götürürük. Yaxşı, y-də olacaq nə? Y-imiz də olacaq müsbət 5. İndi bunu intervalda qeyd eləsəm, x -3. Bura x-dır, burada y-dir. Bura 0-dır, x-in mənfi qiymətləri buradaydı. -2, -3. -3-dən y deyir 5-ə. Y-də müsbət qiymətləri buradadır. İndi mən müsbət 5-i də burada götürürəm. Belə, müsbət 5. Bu -3-dən müsbət 5-ə gəlirəm. Bu rübdür. Bu da hansı rübdür? Bax, bura birinci rüb, bura ikinci rüb. Deməli, ikinci rübdədir bu. Başa düşdün? Deməli, hansı rübə düşür? İkinci rübə. Yəqin aydın oldu. Bax, indi 64. 64-də sənə belə verib. 64-ün də özün deyə bilərsən sərbəst. Bax, x-i sıfıra çevirən qiymət hansıdır? Bəli. X-i sıfıra çevirən qiymət hansı olur indi? Bax, müsbət 5-dir demişəm, necə götürəcəyik? Mənfi. Ay, sol, -5. Y-i də demişəm, həmişə nə götürürük? Hara baxıb götürürük? Y harda? Burada ədədin özünü. -3-ün özünü. Burada sərbəst durub, bu y-in qiyməti olur həmişə. İndi bunu intervalda qeyd eləsək. Ədədin özü olur. Ay, sol. Ədəd yox, hə. Ədəd də deyə bilərsən, rəqəmin özü olur. Belə deyə bilərsən. Rəqəmin özü.
Bax, Bəli. y-in x-in -5. Bax, x-in -5-i burada olacaq. Y-in də -3-ü burada olacaq. Bax, bura koordinat başlanğıcıdır. Bura y-dir, bura x. Burada -3-dür. Y-in -3-ü. İndi bunları belə birləşdirsək, kəsişmə nöqtəsi bu olur. Bu neçənci rübə düşdü? 8. Hansı rübdür bu? 2. Yox, Rəvanə. Bax, qızım, bura birinci rübdür. Bura ikinci rübdür. Bura saat əqrəbinin əksi istiqamətində gedirik. Bura dördüncü rübdür. Bura neçənci rübə düşdü? Üçüncü rübə. Olacaq. Dördüncü rüb. Üçüncü rüb. Bax, burada üçüncü rübdə kəsişdi. Burada. Sonra bax, indi buna baxaq. Deyir ki, hansı düz xətt ordinat oxuna paraleldir. Bax, yadında saxla. Absis oxu, absis x oxu deməkdir. Ordinat y oxu deməkdir. Məsələn, mən qrafiki çəkirəm. Bu y-dir, bu x-dir. Y oxuna paralel deyilsə, bu y-lə bu y oxunun düz xətti budur. Ordinat oxu gedir də bu. Bundan buna paralel deyəndə deməli bununla eyni istiqamətdə olan ya belə çəkilər, ya da belə çəkilər. Buna paralel olan. Fikir ver, bu düz xətt hansı düz xəttdir? Ordinat oxuna paraleldir. Bu düz xəttləri mən nəyin üzərindən çəkdim? X oxunun üzərindən çəkdim. Yəni x bunun, tutaq ki, burada nəsə -2-dir və yaxud da -5, -10. Burada da y -2, -5, nə bilim, -20 fərqi yoxdur. Yəni bu x hər hansı bir ədədə bərabər olur. Nə bilim, x bərabər a-ya və yaxud x bərabər b-yə. Sən deməli x-in qiymətini axtarmalısan variantlarda. X-i nəyəsə bərabər olan. Bax, burada fikir ver, y-i bərabər nəyəsə eləyiblər. Y oxuna paralel deyil bunlar. Bunlar x oxuna paralel olur. Bunları atırıq gedir. Sadəcə x-i bərabər nəsə olan y oxuna paralel olacaq. Yəni ordinat oxuna paralel olmuş olacaq. Yaxşı, bax, tutaq ki, bura -3-dür, burada -3-dür. Aydın oldu? Bəli. Deməli, biz nəyə baxdıq? Aha. İndi bax, indi yenə həmən qaydadır. İndi absis oxuna paralel deyirsə, y-i, bax, absis oxuna paralel deyir. Bax, indi qrafiki çəkdim. Çəkirəm. Bura x-dir, bura y-dir. Absis oxuna paralel deyirsə, bax, absis oxu budur. Qoy bir dənə bunu başqa rənglə. Bax, bu göydür absis oxu. Buna paralel deyirsə, deməli y oxunun üstündən çəkəcəm belə. Paralel olanda kəsişmir bunlar. Eyni istiqamətdə gedir düz. Ya yuxarıdan olar y, ya da aşağıdan olar. Deməli, y nəyəsə bərabər olanı tapmalıyam. Y tutaq ki, nəsə ya -1-dir, ya -1-dir, ya -2, ya -2. Onda mən hansını götürərəm? Səncə variantlardan hansı olar? Olar bu variant. -2. -2, ay sağ ol. Yəni ki, bunlar fikir versən, bunlar y oxu üzərində, yəni sabit qiymət alır da. Dəyişənli qiymət almır, sabit qiymət alır. Bu olacaq bu. Sonra burada demişsən ki, bu. Bax, 69. Bir də bunu kəsim. 67-ni də deyim. 67-də deyir ki, OX oxu ilə kəsişmə nöqtəsi. OX oxu deyəndə sən bunun əksini götür. Y-i 0 götür. Yəni, y bərabər 7x üstə gəl 21 deyil. Y-in yerinə 0 yaz, tənliyi həll elə. Yəni, 0 bərabər 7x üstə gəl 21. Sən bu 0 istəsən, lap sol tərəf, sağ tərəfə də keçirə bilərsən. Bunu keçirdik bu tərəfə, fərqi yoxdur.
İstəyir sağda yaz, istəyir solda yaz. Onu gətir belə yaz. Əgər solda çaşırsansa yazmağı. İndi buradan da 7x bərabər 21-i keçir digər tərəfə. Müsbət 21-dir, mənfi 21 olur. X da bərabər, bu burada vurdu. Digər tərəfə keçəndə böl kimi keçir. 21-i 7-yə böləndə 3, bir dənə də mənfimiz var, atırıq qabağa. X-im, y-im 0 oldu, x-im da mənfi 3 oldu. Birinci dedik həmişə x-in qiyməti, sonra y-in qiyməti yazılır. X-i almışam mənfi 3, y-i də almışam 0. Mənfi 3, 0 A variantındadır. Yenə bax burada. Y-i bərabər 0 eləyib, tənlik əldə eləyəcəksən. Yəni 68-də onun kimidir. İndi 69-da. Bax, sənə f mənfi 2-ni, f(x)-i verib nə? Mənfi x kvadrat, üstə gəl 2x, üstə gəl 3. Bu x-in qiymətidir də. Yəni, belə f-in içində yazırıq mənfi 2. Bir ki, x-in qiymətidir bu. Yəni, harada x gördün, yerinə mənfi 2 yazacaqsan. X görəndə yerinə mənfi 2 yazacaqsan. Burada x-i görürəm. Olur mənfi 2-nin kvadratı. Üstə gəl, 2 vur, mənfi 2. Üstə gəl 3. Bərabər. Mənfi qalsın yerində. Bax, bu demişik ki, bu 2 cüt dərəcədə axı mənfinin üstündən xətt çək. Cüt dərəcədən mənfi çıxmır. 2-nin kvadratı eləyir 4. Amma indi burada görürəm ki, bir dənə mənfi var. Bu mənfi ilə bu müsbət vurulur, burada olur mənfi. 2-ni 2-yə də vururam, eləyir 4. Üstə gəl 3. 2 dənə mənfi. Mənfi 4. 2 dənə mənfi olanda toplanılır. 8. 4 ilə 4-ü topladım. 8. Hər ikisi mənfidir deyə qabağına mənfi atıram. Üstə gəl 3. Biri mənfi, biri müsbətdir. Böyükdən kiçik çıxılır. Böyüyün işarəsi də mənfidir, qarşıya mənfi atılır. Olur mənfi 5. Deməli, bu da olacaq B bəndi. Aydın oldu yəqin ki. Bəli. Rəvanə, burada deyir ki, funksiyalardan hansı xəttidir? Xətti funksiyanın düsturu necə idi? Y bərabər kx üstə gəl B. Məxrəcində dəyişən olanlar. Bax, məxrəcində dəyişən var, atıram. Məxrəcində dəyişən var, yəni hərf var. Atıram, gedir. Sonra kvadrat olanlar. Burada da kvadrat var, burada da kvadrat var. Atıram, gedir. Yalnız 1 ilə 4 olacaq. Sonra x-in deyir hansı qiymətində? Bunu bir dənə kəsək, rahat yerdə yazaq. Bizə deyir ki, x-in hansı qiymətində funksiyası üçün y böyükdür 0 ödənər. Və sənə burada deyir, y böyük 0. Y, yəni burada bu bərabərin yerinə böyükdür 0 yazacaqsan. Yəni, mənfi y-in qiyməti nədir? Mənfi 6 böl x deyib. Buradan da yazırsan y böyükdür 0 yazacaqsan. Bax, buradan yadında saxla. X-i tapanda necə tapacaqsan? X-i vur 0-a. X-i 0-a vururam və belə yazaq da onda bunu. Sən bunu görə bilərsən. Qoy onda bunu biraz belə yazın. Bax, fikir ver, məxrəc həmişə bura vurulur, qarşıya vurulur. Burada da qaldı nə? Mənfi 6. İşarəni dəyişmirəm. Niyə görə sağa keçirtdim X-i? İşarəni dəyişməyim deyə görə bilərsən. İndi buradan da x-i tapanda mən neyniyəcəm? Bax, bu işarəni indi dəyişə bilərəm. İstəyirəm dəyişməyim, sən görə biləsən. Burada mənfi 6 yox, belə olmayacaq. Mənfi 6 olmur əslində. Gözlə. Yox, bir dəqiqə bunu düzəldin, belə olmaz. Bax, bilirsən necə yazılır? Belə vurmayım, bununla başını qarışdırmayım. Belə olanda yəni, riyaziyyatın qanunlarına zidd bir şey alındı. Və burada mən x-i alanda 0-ı mənfi 6-ya böləndə, bax, 0 eləyəcək. Amma burada mənfidir deyə işarə dəyişilir. Olur kiçikdir 0. X kiçik 0 nə deməkdir?
Yəni sıfırdan kiçik qiymətlərdə, yəni x-in yerində nə olar? -1 olar, -2 olar. Bax -1, -2 tərəfə gedir. Yəni bax fikir ver, mənfi sonsuzluq tərəfə gedir. Ona görə biz intervalı necə götürəcəyik? Mənfi sonsuzluqdan düz sıfıra qədər. Olacaq B variantı. Aydın oldu? Bax bir də təpə nöqtəsinin koordinatları deyəndə, Rəvanə, təpə nöqtəsinin koordinatları deyəndə 2 dənə yol deyəcəm bu 75-ə aid. İndi gör sənə hansı uyğundur. Bax birinci yol budur. Birinci yolunu deyirəm. Yox, burada heç nə. Təpə nöqtəsinin koordinatları bunu tapmaq rahatdır, elə bildim. Buna aid indi bunun biraz çətinlərinə rast gələcəyik. Məsələn, belə bu şəkildə, məsələn, -x kvadrat çıx 10x, məsəl üçün yazıram, ha. Üstəgəl 2. Bunun təpə nöqtəsinin koordinatlarını belə bu şəkildə rast gələndə funksiyaya, indi ona aid 2 dənə yol deyəcəm, hələ ki burada rahatdır. Elə burada bir yollandır. Bunu silək. Burada olacaq, bax, x-i sıfıra çevirən qiymət elə x kvadratı deyil. X kvadrat bərabər 0, x da bərabər olacaq 0-a. X-imiz 0 olur. Burada demişəm həmişə nə olur? Y-in qiyməti olur, bax. Burada sərbəst duran işarəsi ilə birgə. Bu olur -10. Deməli, intervalda yazanda birinci demişəm x-in qiyməti, sonra da y-in qiyməti yazılır. X-in yerinə 0, y-in də yerinə -10 yazıram. 0, -10, bu da olur C variantı. Bunlar aydın olur, sənə necə tapmaq lazımdır? Bəli. Bunlar rahatdır hələ ki. Hə, burada sualın yoxdur. İndi gəl bunlara baxaq. Bizə deyir ki, K-nın və B-nin işarəsini. Rəvanə, bax, demişdik ki, Y bərabər K2 üstə gəl B düz xəttin tənliyində. Qrafik belə idi də. Deyirdik ki, qrafik sağa meyllənəndə biz nə edirdik? K-nı müsbət 0 götürürdük. Amma qrafik sağa meyllənəndə, mən sağa dediyim birinci sağa meyllənib. Bax, buradan götür. Təpə nöqtəsini belə götür. Sağa meyllənib, K müsbət olacaq. Amma sola meyllənəndə biz bunu K-sını mənfi götürəcəyik. Və indi sola meyllənib, görsən, onda bunun K-sı nədir? Mənfi. Mənfi. B-ni harda axtarırıq? B-ni də Y oxunun üzərində. Bax, Y oxumuz budur. Y oxu budur. B-ni bax, bu düz xəttlə Y oxunun üstündəki kəsişmə nöqtəsi. Y oxu ilə bu düz xəttin kəsişmə nöqtəsi. Bax, burada bizə B-ni verir. B-ni fikir versən sıfırdan aşağıda, yəni mənfi hissədə kəsib. Onda B-si də nə olacaq? B-si də kiçikdir 0 olacaq. Bildin niyə B-sini? Bax, bura koordinat başlanğıcıdır. Axı sıfırdan aşağıda mənfi ədədlər yerləşir. Bax, fikir ver, burada bu xətt burada mənfi hissədən keçib deyə. Ona görə biz deyirik ki, burada B kiçikdir 0. Amma fikir ver, burada B müsbətdir 0 olur, böyükdür 0. Çünki sıfırdan yuxarıda müsbət ədədlər yerləşir. Aydın oldu? İndi bizə deyir ki, hər ikisi mənfi olan hansı olur? K-sı da kiçikdir 0, B-si də kiçikdir 0. Bax, budur. Olur C bəndi. Aydındır? Bəli. Burada bizə nə deyir? B-ni deyir tap. Bax, sənə deməli, x-in y-in qiymətini verib. Bax, bu 3-dür, bu da 8-dir də. Bunu həmişə bil ki, bu x-in qiymətidir. Burada y-in qiyməti olur. Gətirirsən, B-ni tap deyir özdə. 5x üstə gəl by bərabər 25. X-in yerinə -3 yaz. Bax, bura -3 yazırsan. Y-in də yerinə 8 yazırsan. 5 vur -3 üstə gəl 8 vur B. Bərabər 25-ə. 5-i -3-ə vuranda bir dənə mənfidir deyə qabağa keçir. 5 üçün 15. Üstə gəl 8-i B-yə. 8B bərabər 25-ə.
Buradan 8b-ni tapanda 15-i mütləq sağ tərəfə keçirməlisən. Sağ tərəfə -5-dir, işarəsini dəyişərək keçəcək. Onda 8b bərabər 25 ilə 15 bizə 40-ı verir. B də bərabər, mən 8-i nəyə vursam 40 eləyər. Yəni 40-ı bölürəm 8-ə. Bu da 5. Bizdən B-nin qiymətini soruşur, 5 aldıq. Bu da belə. Bu neçənci idi? Dəqiqə, yox. Deməli, 82. Burada deyir ki, düz xəttinin qrafiki apsisi 2-yə bərabər olan nöqtədən keçir. Ordinatını tapın. Və apsis deyir. Apsis deyirsə, sən bunu deməli, x-ını 2 götürürsən. Demişdik ki, apsis deyəndə x nəzərdə tutulur. Ordinat deyəndə y. Y-ni deyir tap, yəni y-i tapmalısan. Gətirirəm, burada yerinə yazacağam. Yəni, funksiyamız bu şəkildədir. X-in yerinə yazacağım 2. Yəni, burada x-in yerinə 2 yazmalıyam. Arada da vurma deməkdir. 6 vur 2 çıx. 7 vur y. Zaten y-i tapmalıyıq. 6-nı 2-yə vuranda bu eləyir 12. Çıx 7y bərabər -2-yə. Bu -7y tapanda qabağındakı işarə ilə birgə yaz. Bax, bu işarə bu y-ə aiddir. İşarəsi ilə birgə yazdım. Buna -2 yazıram. 12-nin qarşısı müsbətdir. Digər tərəfə keçəndə çıxla olacaq. İndi bu olur -7-yə yenə dəymirəm. Hər ikisi mənfidir. Topladım. Hər ikisi mənfi olanda qabağa mənfi mütləq atılır. İndi burada da hər iki tərəfdə mənfi var. Atıram gedir. Böləndə gedir onlar. Onda y də bərabər. Burada vurmadır. 7-ni nəyə vursam 14 eləyir? 2-yə. Deməli, y-imiz də oldu 2. Bizdən ordinatı deyir, ordinat da y-dir. Y oldu 2. Ha, belə. Sonra. Bax, bu bayaq 89-a aid demək istəyirdim. Axır ki, ona rast gəldik. Bunu 2 yolla eləmək olar. 88-də, bax, o x oxuna paralel deyirsə, bunların y-ləri bərabər olmalıdır. Y-ləri, bax, y-ləri bunlardır. Yəni, bura -5-dirsə, onda bu 5-dir. Bu da -5 olacaq. Əgər o y desəydi burada, onda bunların x-ləri bərabər olmalıydı. x1, x2-yə bərabər olacaqdı. Məsəl üçün, bura -5 idisə, onda burada məsələn a yazacaqdı da. Burada da -5 olacaqdı mütləq. İndi parabolanın təpə nöqtəsinin koordinatlarını deyir yaz. Bunu bir neçə yolla yazmaq olar. 2 yolla yazmaq olar daha doğrusu. İndi birinci yolu deyirəm. Bax, gör bunu başa düşəcəksənmi? Birinci yolu gəl bildiyimiz yolu deyim. Deməli, bizim təpə nöqtələrimiz belədir də. Bu dedik birinci m x-i bildirir. N də y-i bildirir. M-in düsturu belə idi. Mənfi b böl 2a yap. N-in də düsturu belə idi. Mənfi d böl 4a. Mənfi qalsın yerində. B-nin yerində nə yazırdım? B kvadrat çıx 4ac. Bölünsün 4a-ya. İndi burada baxıram. Bax, burada nə verib bizə? Y bərabər x kvadrat üstə gəl 4x çıx 2. Burada bizim kvadratik funksiyanın düsturu belə idi. Ax kvadrat üstə gəl bx üstə gəl c. Deməli, a burada a-nın x kvadratının əmsalı 1-dir. A 1-i bildirir. A-nın yerini 1 yazırıq. B budur 4, müsbət 4 işarəsinə də fikir veririk. B müsbət 4-dür, C də budur, -2. C-miz də oldu -2. Gətirib bu tənlikdə, burada, bax bunları, bu M-dən də nəzərə alaq. -B, yəni mənfi qalsın, B-nin qiyməti 4-dür, böl. 2 vur, A-nın yerində 1-dir, vururam 1-ə. Olur, -4 böl, 2-ni 1-ə vuranda 2. Bu ilədir -2. İndi x-i tapdım -2. Fikir ver, x-i -2 olan y-də də var, c-də də var.
İndi n-i tapıram. Bu biraz çətin yoldur. Düsturları yadda saxlamaq var da. Bu mənfi qalsın yerində. B kvadratı. B-nin yerində 4 durur. 4-ün kvadratı neçə eləyir? 16. Çıx. 4 vur. A-nın yerində 1. S-nin yerində də mənfi 2 durur. Böl. 4 vur 1. Mənfimiz qalsın burada qarşıda. 16 çıx. Bu mənfi ilə bu mənfi vurulur. Olur müsbət. 4-ü 2-yə vururam, eləyir 8. Məxrəcdə də 4-dür. 16 ilə 8, 24 verir. Məxrəcdə 4-dür. Mənfi qalsın. Kəsri də silirəm. 24-ü 4-ə böləndə bu eləyir 6. Bax, bu da n-in qiyməti oldu. Mənfi 6 da n-in qiyməti oldu. M-ə aldım mənfi 2, n-ə aldım mənfi 6. Bax, mənfi 2, mənfi 6. Olur C bəndi. Başa düşdün bunu? Bəli. Bax, bunun bir yolu budur. Bu başa düşülən yoldur. İndi bu əzbərə dayanır da ki, bu elmi n-in düsturunu əzbərləyib yadda saxlayıb tapmalısan. Amma bunun bir dənə ikinci yolunu da deyim. Görək bunu necə anlayacaqsan. Bax, y bərabər x kvadrat üstə gəl 4x çıx 2. Bunu çox hədlidir də bu. Bu hissə çox hədli kimi. Vuruqlarını ayırmış olsaq, müxtəsər vurma düsturuna bir növ gətirsək. Bunu necə yazaram? X kvadrat üstə gəl 4x. Mənfi 2-ni mən nədən alaram? Həm də eyni zamanda burada müxtəsəri ala bilim mən. Üstə gəl, burada 2-dir, bir də 2-dir. Onda burada 4 olacaq. Mənfi 2-ni almaq üçün də çıx 6 yazmalıyam. Həqiqətən 4-dən 6-nı çıxanda bu hissədə mənfi 2 verəcək bu bizə. Aydın oldu? İndi bax, bu hissədə bu bizə nəyi verir? Müxtəsəri verir. Deməli, olur belə. Bərabər. Bu olur x üstə gəl 2. Çıx 6. Burada kvadratda yazaq. Hə, indi, yəni bu oldu belə də. Y bərabər x üstə gəl 2-nin kvadratı çıx 6. İndi bu mötərəzənin içini sıfıra çevirən qiymət nə olur? Bax, mötərəzənin içini sıfıra çevirən qiymət nə olur? Bayaq demişdim. X-i nə götürürük? Mənfi. Ay sol, mənfi burada nədir? Onun əksini götür. Mənfi 2. Burada demişik həmişə nəyi bildirir? Mənfi 6 da y-i bildirir. Fikir ver. X-i, y-i. Yəni, mənfi 2, mənfi 6. Səncə hansı rahat oldu? Birinci yoxsa ikinci? 1. Birinci, bu indi bunu fikirləşib tapmalısan. Ola bilsin bu, çətin gələ bilər. Amma bunu, yəni, indi özün fikirləşib tapmalısan. Bu belə. Biz neçədə idik? Bir dəqiqə. 89. 89-a da baxdıq. Bax, bunlar da elədir. 90-da, 91-də, sonra 92-də. Hamısı eyni tiplidir. Sən bunları bu düsturla taparsan. M mənfi B bölü 2A-ya, bir də N-in düsturu ilə. N-in düsturunu mənfi D bölü 4A deyil. Sən bunu belə yaza bilərsən. 4AC çıx B kvadratı böl 4A-ya. O qarşıdan mənfini yox eləmək olar. İndi gəl buna baxaq. Deməli, burada baxırıq ki, funksiyanın qrafikini deyir, müəyyən edin. Bax, funksiyamız bu şəkildədir də. Y bərabər x kvadrat üstə gəl x çıx 2. Bunun gəlbiyyətindən köklərini tapaq. Yəni, burada müsbət 1 deyilsən, mənfi 1 almalısan burada. Həm vuranda mənfi 2 eləsin, həm də toplayanda mənfi 1 ala bilim. Nəyə vursam 2 eləyər? 1-i 2-yə vursam. 1 ilə 2-yə elə bir işarə təyin eləməlisən ki, o mənfi işarəsini. Biz bunları toplayanda mənfi 1 alaq. Yəni, bax, 1 ilə 2.
Deməli, bu üstə gəldi. Mən 2-yə mənfi verməliyəm ki, yəni 1-dən 2-ni çıxanda mən mənfi 1 ala bilim. Deməli, baxıram ki, 1 müsbət olur, 2 də mənfi olacaq. Bir də yadında saxla da, mənfi 1 olanda mütləq böyüyə, burada nəsə mənfi almaq istəyirsənsə, mütləq böyüyə mənfi verməlisən. Toplayanda orada mənfi ala biləsən. Böyük kökə mənfi verməlisən. Və deməli, x-in bir kökü olur 1, x-in bir kökü də olur mənfi 2. Və baxıram, x kvadratının əmsalı müsbətdir. Bax, burada a olur axı, a-nın qiyməti də funksiyamız bu şəkildədir. Kvadratik funksiyanın deməli, düsturu bu şəkildədir. ax kvadrat üstə gəl bx üstə gəl c. Baxıram ki, burada a müsbətdir. Yəni, burada mənfi olsaydı, qollar aşağı olacaqdı. Qollar aşağı olanları axtaracaqdım. Baxıram, x kvadratının əmsalı müsbətdir. Ona görə mən qolları bu qrafikimizin qolları yuxarı olacaq. Ya belə olacaq, ya belə olacaq, ya nə bilim, belə olacaq. Deməli, qolları aşağı olanları at getsin. Parabolanın qolları aşağı olanları atırıq gedir. Bax, görsən, bunlar aşağıdır, aşağıya baxır. Bunları atıram, gedir. Qolları yuxarı olana baxıram. İndi qolları yuxarı olan 3 dənədir. 3 variant var. Sən burada nəyi axtarmalısan? X-in bir kökü 1 olan, bir kökü də mənfi 2 olan. Bax, bir kökü mənfi 2. Bax, fikir ver. Bir kökü də müsbət 1. Burada fikir ver, bir kökü 0-dır, bir kökü 1-dir. Bu olmaz. Bizə tapmışıq da köklərini. Sonra burada mənfi 1-lə 2-dir. Bizə mənfi 1, 2 yox. 1-lə 2 lazımdır. Ona görə C variantı olacaq. Aydındır? Bəli. Bax, burada. Bu da onun kimidir. Deməli, bax, bunun V teoremi ilə köklərini tap. Bax, bu burada mənfi 1-dir. Bunun əmsalı, yəni burada heç nə olmayanda bu 1 deməkdir. Sən müsbət 1 almalısan buradan toplayanda. İndi mən nəyə vuranda 6 alıram? 2 ilə 3-ü. 2 ilə 3-dən mən müsbət 1 almalıyam. Müsbət 1-dirsə, sən onda müsbətdir. Onda sən kiçiyə mənfi ver ki, toplayanda müsbət 1 ala biləsən. Həqiqətən də mənfi 2-nin üstünə 3 gəlsəm, böyükdən biri mənfi, biri müsbətdir. Çıxıram. Böyüyün işarəsi də böyük ədədimiz 3-dür. Müsbətdir, bu olur müsbət 1. Deməli, bir kökümüz olur. Bax, bir kökümüz olur mənfi 2. Digər kökümüz olur müsbət 3. Və x kvadratın əmsalına fikir ver, müsbətdir bura. Sən deməli, qolları aşağı olana yox, qolları yuxarı olana baxacaqsan. Aha, Y bəndində də qolları yuxarıdır. Və fikir ver, sən burada x-in qiymətlərini alıbsan, x-in 2 dənə kökü var. Mənfi 2, müsbət 3. Bax, A bəndinə baxsan, burada y-in qiymətidir 3. Y-in qiyməti lazım deyil bizə. Yəni, burada əslində belə verib. X-in 0, bir də mənfi 2. 0, 2 lazım deyil. Burada da yenə 3 ilə y-in 3-üdür bu. Y-in 3-ü lazım deyil. Bizə x-in 3-ü lazımdır. Bu da getdi. Burada əslində burada işarə olaraq dəyişik verib. Mənfi 3. Bizə müsbət 3 lazımdır. B-də. Mənfi 3 yox, bizə müsbət 3 lazımdır. Y variantına bax amma. Bax, müsbət 3, bu da mənfi 2-dir. Mənfi 2. Həqiqətən biz kökləri o şəkildə almışdıq. Mənfi 2, müsbət 3. Deməli, həm qolları yuxarıdır, həm də necə deyim, köklər doğru verilib. Olacaq Y bəndi. İndi bizə deyir ki, funksiyasının qiymətlər çoxluğunu tapın. Və qiymətlər çoxluğunu tapın deyəndə, bunu yenə də 2 yolla tapa bilərsən. Deməli, funksiyamız bu şəkildədir. Y bərabər, deməli, x-in kvadratı çıx 4x, üzərinə gəl 9-a. Baxıram ki, bunu necə eləyə bilərik? Qiymətlər çoxluğu deyəndə dedik ki, y-i nəzərdə tutur.
təyin oblastı deyəndə x-i nəzərdə tutur. Qiymətlər çoxluğu y-i. Bizim belə bir düsturumuz var idi da. Bu dedik ki, x-i bildirir, burada y-i bildirir. N-i tapmalıyıq da biz buradan. N-in düsturu necə idi? Mənfi d böl 4a. Deməli, mənfi qalsın. D-nin yerinə yazırdıq. B kvadrat çıx 4ac böl 4a-ya. Bu mənfini içəri versək, bax bu mənfi, bu B-ni mənfi eləyir. Bu mənfi ilə də bu mənfi vurulanda olur müsbət. Olur 4ac, belə də yaza bilərsən yəni. Mənfini yox eləmək üçün. İndi deməli, burada A 1-dir, B mənfi 4-dür, C də 9-dur. Gətir, qoy yerinə burada. 4-ü vururam A-ya, 1-ə, bir də C-yə, 9-a çıx. B-nin kvadratı, yəni mənfi 4-ün kvadratı. Böl 4a, yəni 4-ü vururuq 1-ə. 4-ü 9-a vururam, eləyir 36, çıx. Bu kvadrat olduğuna görə mənfinin üstündən xətt çək. Mənfiyə təsiri yoxdur cüt dərəcədən. 4-ün kvadratı da 16 eləyir. Məxrəc də 4, 36-dan 16 çıxıram. 20, 20-ni 4-ə bölürəm, bölür 5. 5 aldım, y-i almışam 5. Bu x kvadratının əmsalı müsbət olduğuna görə, bax bizə elə bir belə də müsbət, bura 5-dir, yuxarı interval lazımdır. Yəni 5 müsbət sonsuzluq olacaq. İntervalımız 5. Bizdən 5-dən böyük qiymətlər lazımdır. Qiymətlər çoxluğunu. Olacaq 5 müsbət sonsuzluq. Bu da B bəndi. İndi bunun bir dənə də yolu var. O da bayaq yazdım, xoşuna gəlmədi deyəsən o. İstəyirsən onu da yazım. Bəli, başa düşməmişdim birinci. Olar mənim yazım. İndi istəyirsən onu da yazım. Məsələn, dedik ki, köklərinə çox hədlini vurublarına ayrılma şəklində yazaq. X kvadrat çıx 4x üstə gəl 9. Bax, burada 2 düsturun x-idir. Digər 2 də, bu bilirsən, mən bunu hardan yazıram? Deməli, a çıx b kvadrat deyil, bu olur a kvadrat, çıx 2ab, üstə gəl b-nin kvadratı. Bax, bu 2 var ha, bu 2, bu 2-dir. İndi bəs 2-ni nəyə vurublar 4 eləyib? Deməli, bir dənə 2-yə vurublar. Deməli, digər kökümüz də 2-dir. Ona buranı belə yaza bilərəm. X kvadrat çıx 4x, bu 2-ni necə yazaram? Bu 2-ni də 2-nin kvadratı bizə 4 verir də. 9-dan 4-ə ayırdım. 9-dan 4-ə ayırmışam, yerdə qalıb 5. Burada 5 yazaram. Həqiqətən bununla bunu toplayanda bizə 9 verəcək. 4-ə ayırdım. 5-i də yazdıq belə. Bu hissə sənə nəyi verir? Müxtəsər vurma düsturundan. Birincinin kvadratı, bir də axırıncının kvadratı. Yəni, x burada çıxdı deyə, sən də burada çıx yazacaqsan. Bir də axırıncının kvadratı. Nəyin kvadratı 4 eləyir? 2-nin. Ya da kvadrat yazırıq. Üstə gəl 5-imiz də y-ə aiddir. Bunu da olduğu kimi belə yazdıq. İndi burada bizdən qiymətlər çoxluğunu deyir deyə bura baxmıram. Bura biz dedik, axı həmişə y-ə aid olmuş olur. Y bərabər müsbət 5. Bizə müsbət qiymətləri lazımdır. X kvadratının əmsalı eyni zamanda müsbətdir deyə biz bunu 5 müsbət sonsuzluq götürəcəyik. Olacaq B bəndi yenə. Bu biraz çətin gələ bilər. Çünki bu 9-u parçalayıb müxtəsərə gətirə bilməlisən. Amma düsturla rahatdır da. Düsturu əzbərlə oradan da tapa bilərsən. Burada yenə 98. Deməli, 98-də bax, parabolanın qolları yuxarıdır. Qollar yuxarıdırsa, deməli, bizim A-mız müsbətdir. A müsbətdir. Sonra C-ni necə tapacam? C-ni bax, C buralarda olur. Y oxunun üzərində axtaracağıq C-ni. Fikir ver, sıfırdan yuxarıda olsaydı, bu düz xətt. Bax, sıfırdan yuxarıda kəssəydi, müsbət olan hissədə C-ni müsbət götürərdim. Baxıram, sıfırdan aşağıda kəsib.
Yəni mənfi olan hissələrdə də -1, -2, -3. Deməli C-si də mənfidir. A-sı müsbət olan, A-sı mənfi olan B-də yazıb, Y-də yazıb. Onları at getsin. A-da yazıb. 2 dənə variant qalır. C ilə D. Variantla işləməyi də öyrən. Deməli, A-sı müsbət, C-si mənfi olan bir dənə D variantındadır. Olacaq bu şəkildə. Bax, indi burada 98-i də deyim. Deməli, orada təyin oblast qiymətlər. Burada da qiymətlər oblastını deyir. Elə bildim təyin oblastını deyir. Eybi yox, yazmışam deyək. Baxıram ki, x-in yerinə bunu bax bu düsturdan da eləyə bilərsən. Deməli, n bərabər -d böl 4a-ya. Mənfi qalsın, diskriminantın düsturu belədir. 4a böl 4a-ya. Mənfi qalsın, mənfini itirmə. Deməli, burada A-nın yerində nə durur? A-nın yerində, üzrlü say, A-nın yerində 1 durur, B-nin yerində, B budur, -4, C də budur, müsbət 6. Gətir, qoy yerinə burada, düsturda. Mənfimiz qalsın yerində. B kvadratı, yəni -4-ün kvadratı çıx, 4 vur, A 1-dir. C də 6-dır. 4 vur, A da 1-dir, 1-ə vururum. Burada mənfini yazın. Cüt dərəcədən olduğuna görə mənfini atıram gedir. 4-ün kvadratı 16 elədi, çıx. 4-ü 6-ya vuranda 24. Böl 4-ü 1-ə vuranda 4. Mənfimiz yenə qalsın. 16-dan 24-ü çıxıram, bu eləyir -8. Bu 2 dənə mənfi gedir, vurulanda müsbət olur. 8-i 4-ə vururam 2. Yenə x kvadratının əmsalı müsbətdir. Bu olacaq, bura bax, bura müsbətdir deyə. Sən müsbət aralığı axtarmalısan. Olacaq 2 müsbət sonsuzluq. Intervalda qeyd eləyəndə, belə deyək də, bu 2 buradadır, müsbət aralıq deyir deyə biz 2 müsbət sonsuzluğu götürməliyik. 2 daxildir üstə. Olacaq hansı variant? C variantı. İndi buna baxaq. Təpə nöqtəsinin koordinatlarını deyir tap. Bunu yenə də 2 dənə yenə yolu var. Yox, bircə saniyə bunu bütöv götür. Bax, bunun yenə 2 dənə yolu var. Hansı ilə taparıq? Birini. Bax, bir düsturu M-in düsturudur. Yəni, M-in düsturu var idi, -B bölü 2A. N də budur. -4AC çıx. Yox, belə eləməyək. Birinci B-ni yazaq. B kvadrat çıx 4AC böl 4A-ya. Bundan da tapıb yaza bilərsən təpə nöqtələrini. Və yaxud da asan yolunu indi vuruqlarını ayıraraq tapmalısan. Mən bunu asan yolla deyim. Bunları bildin də, təpə nöqtələri bundan da tapmaq olur. Düstur yolunu bildin. İndi bax, bu 2 düsturun x-idir. Burada bir dənə 3-üm qalır. Deməli, bu belə olacaq da, x kvadrat çıx 6x, üstəgəl 3-ün kvadratı 9 eləyir. Mən bu 2-ni almaq üçün 9-dan nəyi çıxmalıyam? 7-ni çıxmalıyam. Düzdür? Bax, bu hissə sənə müxtəsər verir. Bu olur, x burada çıxdı deyə, sən də çıx yazmalısan. Axırıncı 9, yəni 3-ün kvadratı olacaq bu da. Bu çıx 7-də qalır yerində. Fikir ver, buranı sıfıra çevirən, mötərəzənin içini sıfıra çevirən nə olur? Dedim ki, -3-dürsə, sən x-i nə götürməlisən?
müsbət 3. Burada demişik həmişə nəyə aid olur? Rəvanə, bura həmişə nəyə aid olur? Necə? Bura həmişə nəyə aid Y-a? olur? Necə? Y. Bəli, Y. bəli. Bəli, y mənfi 7. İndi bunu intervalda qeyd eləsəm, x-ın müsbət 3-dür. Bax, müsbət interval buradır. Bura koordinat başlanğıcıdır. 3 burada yerləşir. Y mənfi 0-dan aşağıda da mənfilərdir. Burada da mənfi 7. Bunları bir dənə kəsişmə nöqtələrini qeyd elə. Bu hansı rüb olur? Bax, bura birinci rübdür. Bura ikinci rübdür. Bura üçüncü. Burada dördüncü rüb. Deməli, hansı rübdə yerləşmiş olur? Dördüncü rübdə. Aydın oldu. Baxın ki, bu 102 asandır. Hazır sənə təpə nöqtələrini verib. Bunu silim. Hazır sənə burada təpə nöqtələrini verib. Deməli, bu hissəni sıfıra çevirən qiymət nədir? Demişdik. Dedik ki, burada y-i tapanda necə götürürük? Bax, buranı sıfıra çevirən qiymət hansı olur? 4. Müsbət 4-dür də. Onda əks işarə ilə götürərəm. Mənfi 4. Burada həmişə y aiddir. Y-i də 2-dir. İndi gəl buna da toxunda qeyd elə. Yəni, qrafikdə qeyd eləsək. X-ın mənfi 4. Bax, bura x, y oxudu. Bura koordinat başlanğıcı. Mənfi 4 deyirsə, mənfi aralıqlar buradır. Mənfi 4 buradadır. 2, y 2-dir. Yəni, yuxarılarda müsbət olan hissələrdir. 2 də buradadır. Bunların kəsişmə nöqtələrini qeyd elə. Bu hansı rüb olur? Bax, bura birinci rüb, ikinci rüb, üçüncü rüb, bu da 4. Demək, ikinci rübə düşdü. Bu da olacaq nə? İkinci rüb. Sonra bunlara baxaq. Deyir ki, K-nın hansı qiymətində düz xətləri paralel olar. Düz xətlərin paralel olması üçün yadda saxla, K-ları bir-birinə bərabər olmalıdır. Yəni, olacaq burada nə? Bunun burada K-sı mənfi 16-dır. Onda burada da mənfi 16 olacaq. Olacaq A bəndi. Sonra düz xəttinə paralel olan düz xəttin bucaq əmsalı. Bucaq əmsalı nədir? Y bərabərdir K2 üstəgəl B. B-nin yerində 13, K-nın yerində mənfi 3-dür. Mənfi 8 durur. Olacaq bu. Sonra buna baxaq. Burada bizə deyir ki, düz xəttinə paralel olan və bu nöqtədən keçən düz xəttin apsis oxu ilə kəsişmə nöqtəsinin apsisini tapın. Deməli, burada nə edəcəyik? Burada sənə M üçün nöqtələr verib. 3 verib, bir də 8 verib. Gətirirsən, nə edirsən? Qoyursan yerinə. Bizdə paralel dediyinə görə bax, buna paralel olan düz xət y bərabər belə deyil. Mənfi 4 x üstəgəl 3. Bunun paralel olan düz xət budur. Mənfi 4x, yəni bunların bucaq əmsalları bərabər olur. Bucaq əmsalları bunlardır. Sadəcə sərbəst hədləri fərqli olur. Yəni burada sərbəstlər bunlar gedir də. Onda B-si də olduğu kimi qalacaq. B sərbəst olur. İndi mən burada nə etməliyəm? Bax, bu 3, 8 qiymətlərini, yəni x-in, y-in qiymətidir. Gətirib burada yerinə yazacağam. Deməli, y-in yerinə 8 yazıram. Mənfi 4 vur 3. Üstəgəl B. B-ni tapacağam burada.
Olacaq nə? 8 bərabər mənfi 12 üstə gəl B. Onda buradan da B-ni alıram ki, bu mənfi 12-dir. 8-in yanına keçəndə müsbətlə keçəcək. 12 üstə gəl 8. Oldu 20. Deməli, B-ni aldım 20. Absis oxu ilə kəsişmə nöqtəsinin koordinatı dediyinə görə, indi bizim deməli, düsturumuz hansı şəkildə olur? B-ni 20 almışam axı, düstur bu şəkildə olur. Mənfi 4x üstə gəl 20. Absis oxu ilə kəsişmə dediyinə görə bunun y-ni 0 götürəcəm. Absis oxu ilə kəsişmə nöqtəsinin absisini taplayır. Yəni elə x-ni tapacam. Y 0-a bərabər eləyib, x-i tapacam. Gətirib x-i y-in yerinə nə yazıram? 0. 0 bərabər mənfi 4x üstə gəl 20. Mənfi 4x bərabər 20-ni keçirirəm 0 tərəfə. Müsbətli mənfi ilə keçəcək. Hər iki tərəfdə mənfi var, atıram gedir. X da bərabər 4-ü nəyə vursam 20 eləyər? 5-ə vursam. Deməli, bunun x-i 5 imiş. Aydın oldu. Bəli. Bax, bu da eyni qayda ilə. Düz xəttin absis oxu ilə kəsişmə nöqtəsinin yeni absisini soruşur. Gəl buna da baxaq, yaxşı. Eyni tiplidir. Paralel dediyinə görə, bax buna, bu düz xəttə paralel olan düz xətt, bunların bucaq əmsalları eyni olacaq. Yəni K-ları bir-birinə bərabər olur. Onda buna paralel olan olacaq mənfi 3x. Üzərinə gəl B. Gətirirəm bu nöqtələri bu ikinci funksiyada yerinə qoyuram. Olacaq belə. 6 bərabər mənfi 3 vur 2. Üzərinə gəl B. Yəni bu x-dır, rəvanə, bu da y-dir. Deməli, buradan 6 bərabər mənfi 6 üstə gəl B. B-ni tapanda buradan 6 mənfidir. Digər tərəfə işarəsini dəyişərək keçir. Olur müsbət 6. 6 ilə 6 eləyəcək 12. Deməli, B-ni aldım 12. Onda bizim deməli, düz xəttimiz bu şəkildə olur. Y bərabər mənfi 3x üzərinə gəl 12. Absis oxu ilə kəsişmə dediyinə görə, deməli, yenə bunun y-i 0 olacaq. Yenə y olan hissəyə 0 yazacağım. Yəni 0 bərabər mənfi 3x üstə gəl 12. Mənfi 3x bərabər 12-ni keçirirəm 0 tərəfə. Müsbət 12-dir. Mənfi 12 kimi keçir. Hər iki tərəfdə mənfi var. Atıram gedir, böləndə gedir. X də bərabər, mən 3-ü nəyə vursam 12 eləyər? 4-ə. X-imiz 4 olanda absisini tapmış oluruq. Sonra bax, indi buna baxaq. Deməli, buradan baxanda mən görürəm ki, deməli, qrafikə baxanda görürəm ki, bunun B-si mənfi 3-dür. Bax, bu hissə dedik B-ni bildirir axı. Bunu da verib mənfi 3. Bax, B-ni verib sənə mənfi 3. Bəs yaxşı, K-nı necə taparam? Deməli, bizim olur düz xəttimizin tənliyi belə olacaq. B-nin yerinə gətirib 3 yazıram. Burada baxıram, x-in 1-dirsə, onda y-im 0 olur. Bax, x 1 olanda, birinci dedik, axı həmişə nəyin qiyməti yazılır? X-in sonra y-in qiyməti yazılır. X-in 1 olanda, y-im olur 0. Gətirib burada yerinə yazacaqsan. X-in yerinə, y-in yerinə qiymətlərini yazıb K-nı tapmış olacaqsan. Onda olur burada 0, bu x-dir, bu y-dir. Bərabər.
K vur 1, üzərinə gəl 3. 0 bərabər K üstə gəl 3. K-nı 1-ə vuranda K eləyir. K da bərabər 3 keçir 0-ın yanına. Müsbət 3-dür, mənfi 3 kimi keçir. Deməli, K-nı aldım, mənfi 3, B-ni də verib, mənfi 3. Gətirib burada yazırıq. Yəni, K çıx, B. K mənfi 3-dür, çıx. B-də mənfi 3-dür. Mənfi 3, bu mənfi ilə bu mənfi toqquşanda müsbət 3 verir. 3 ilə 3 bizə 0 verdi. Bir dəqiqə, mən nəyi səhv elədim burada? Mən nəyisə səhv qeyd elədim. Bir dənə də baxaq. 120-də. K çıx, K mənfi 3-dür. B nədir? B-ni gəl bir dənə də baxaq. Bir dənə də silim. Gözlə. Yəqin ki, nəyisə səhv qeyd elədim. İşarə olaraq. Bax, buradan baxıram ki, bunun rəvanə bu mənfi 3-dür da, hə? Bu mənfi 3-dür da, eləmi? Mənfi 3-dür. Mənfi 3. Mənfi 3-dür, demə, B mənfi 3-dür. Mən orada müsbət 3 yazmışdım, deyəsən. Ona görə alınmayıb. Y bərabər K2 üstə gəl B. İndi burada B-ni silirəm. B-nin yerinə mənfi 3 yazıram. Burada müsbət 3 yazmışdım, mən. Ona görə səhv alınıb. İndi bunun bəs K-sını necə tapacam? Bax, burada baxıram X 1-dir. Onda Y də 0 olur. Deməli, X-ım 1, Y-im 0. Birinci yerdə deyirik X, ikinci yerdə Y. Gətirib bunları bu düz xəttdə yerinə yazıram. K-nı tapmış oluram. Y-in yerinə 0, K vur, X-in də yerinə 1. Çıx 3. Burada K-nı 3 alırıq. 3 bax, digər tərəfə keçir, müsbət 3 kimi. Mən burada səhv eləmişəm. Deməli, K-nı da aldım 3. B-də mənfi 3-dür. İndi bizə deyir, K çıx, B-ni tap. K-nın yerinə 3 çıx, B-nin yerinə də mənfi 3. Deməli, 3, bu mənfi ilə bu mənfi toqquşur olur, müsbət 3. 3 ilə 3 bizə 6-nı verəcək. Bu belə. Aydın oldu. Bəli. Bunlardı, yəni çox tapşırıq idi bunda. Aha. Bu bunlarda nəsə çətinliyin olmadı? Yəni bu hissələrdə. Xeyr, bax. Bunları hazırda izah edirəm. Amma buna çalış, bir də bax. Yaxşı. Bir də baxsan. Yazanda baxıram. Dəftərə yazıram. Mütləq bax ki, daha yaxşı yadında qalsın. Deməli, buna da baxdıq. Və bundan da deyim, təyin oblastı demir. X olan hissəyə bax. Bax, buna baxacaqsan. 1, çıx. Belə eləyək də, biraz yuxarıdan yazım. Bax. Təyin oblastı deyəndə, təyin oblastı dedik, biz X axtarmalıyıq da. 1, çıx, X böyük bərabər 0. Burada da olacaq, mənfi X böyük bərabər. Bu 1 burada müsbətdir, digər tərəfə mənfi kimi keçir. Hər tərəfini mənfiyə böləndə, bu mənfilər gedir, amma işarəni də dəyişir. Olur, kiçikdir 1. Sənə deyir ki, özdə 1 daxildir. Kiçikdir 0 bilsə nə deməkdir? Yəni, 1-dən kiçiklər nədir? Burada 0 olacaq, mənfi 1, mənfi 2. Yəni, mənfi intervalı götürəcəksən. Olacaq mənfi sonsuzluq, bir də 1. 1 də daxildir. G bəndi olacaq. Yenə, təyin oblastı deyir, yenə də burada da. 2 çıx, X yenə böyükdür, bərabərdir 0. Yenə mənfi X böyük bərabər, bu müsbət 2-dir, olur mənfi 2 digər tərəfə keçəndə. Hər iki tərəfdən mənfiləri mənfiyə böləndə, yəni mənfilər gedir də, getdi, amma işarəni də dəyişir. X olur, kiçik bərabər 2. İndi yenə mənfi interval deyir. 2 daxildir. Yenə səndən mənfi interval soruşur. Mənfi sonsuzluq, mənfi 2. Yox, müsbət 2. Müsbət 2-dir bu. Mənfi sonsuzluq, müsbət 2 olur C bəndi.
İndi 123-ə baxaq. Və kəsişmə nöqtəsi dediyinə görə, bax bunu bu x olan hissələrlə bu x olan hissələri bir-birinə bərabər elə tap. Olacaq belə. X kvadrat çıx 4x bərabər 2x çıx 9. Buradan x-ləri bir tərəfə keçir. Məlumları bir tərəfə, məchulları digər tərəfə keçirək. X kvadrat çıx 4x. 2x-i keçirirəm bu x-lar olan tərəfə. Bu burada müsbətdir. Digər tərəfə işarəsini dəyişərək keçirir. -9-da qalır burada. Kəsişmə nöqtəsinin koordinatlarını yaxşı 9-u da keçirim. Yox, 9-u da keçirək. Müsbət 9 kimi keçəcək. Olur x-in kvadratı. Deməli, -4, -2. Bu eləyəcək -6x. Üstə gəl 9. Bərabər 0-a. Bunun deməli, bu sənə hansı müxtəsəri verir də? Müxtəsəri verəndə, bax, birincinin kvadratı, bir də axırıncının kvadratı. Olur x çıx, burada çıxdı deyə mən bura çıx yazacağım. Çıx 3-ün kvadratı. Bərabər 0. Belə olur da x çıx 3-ün kvadratı bərabər 0-a. Deməli, nə zaman 0-a bərabər olar bu? Kvadrat nə zaman 0-a bərabər olar? X-in yerinə mən 3 yazsam. Buranı çıx 3-dür. X çıx 3 bərabər 0 elə də. X da bərabər olacaq müsbət 3-ə. X-in 3 qiyməti. İndi X-ə 3 aldın. X-in bu 3 qiymətini ya gəl birincidə yerinə qoy, ya da gəl ikincidə qoy. Gətirirəm, mən ikincidə qoymaq istəyirəm yerinə, bax burada. Y-i tapmaq istəyirəm. Y bərabər 2 vur, x-in yerinə 3 yazıram, çıx 9. Bu da bərabər 2-ni 3-ə vururam, 6, çıx 9, 6-dan da 9 çıxanda -3. Deməli, y-im də oldu -3. 3 -3 intervalı hansıdır? Olacaq y bəndi. Burada da Başa düşdüm mən. əla. Bax, təyin oblastı deyir. Təyin oblastını tap deyirsə, sən yenə də bir də ki, biz bunun təyin oblastını tapanda məxrəci sıfıra çevirməyən qiymətləri tapmalıyıq. Təyin oblastı baxıram ki, kökün içində nə verilib? 0.8 çıx 0.4x böyükdür 0 götür. Böyük bərabər götürə bilmərəm. Niyə? Çünki axı mən bunu daxil götürsəm məxrəci sıfıra çevirir. Həm məxrəc sıfıra çevrilir, ümumiyyətlə məxrəc sıfır ola bilməz. İndi buradan 0.4x böyükdür. Bu müsbətdir. Bunu digər tərəfə keçirəndə, bu tərəf sıfır olan tərəfə keçirəndə işarəsini dəyişərək keçir. Hər tərəfini mənfiyə böləndə işarə dəyişir. Bax, bu işarə dəyişir. Olur 0.8. Burada x-imiz də var. X kiçikdir. 0.8-i bölürəm 0.4-ə. Bunun hər tərəfini 10-a vursam, 0.8-i mən 10-a vuranda, bu bir dənə 0 vergülü bir dənə belə çəkir. Olur 8. Olur 8 böl 4. Bu da elədir 2. Deməli, interval belə olur da aralığımız. X kiçikdir 2 aralığı. Sən bunu ədəd oxunda qeyd eləsən, x-in 2-dən kiçik qiymətləri, yəni 2-dən kiçik qiymətləri bu aralıqdır. Yəni, mənfi sonsuzluq 2. Mənfi sonsuzluq 2-də hansı bənddədir? C bəndində. Bu 125-də o şəkildədir. 125-i də sizdən qeyd eləyək. Bunları silək. Deməli, bunu da götürüm elə. Yenə təyin oblastı deyir, məxrəcini böyükdür 0 götür. Yəni 0.7 çıx. 0.14x böyükdür 0. Burada olur mənfi 0.4x böyükdür. Bu burada müsbətdir. Digər tərəfə mənfi kimi keçir.
Hər tərəfini mənfiyə böləndə mənfilər gedəcək, amma bu işarə əksinə dəyişəcək. Olacaq 0.4 x kiçikdir 0.7-yə. X da bərabər 0 kiçikdir daha doğrusu 0.7 böl 0,14-ə. Bunun hər tərəfini mən nə edərəm? İxtisar eləsəm. Hər tərəfini 100-ə vuraram. Bax, buranı da 100-ə vuraram yuxarını. Niyə görə 100-ə vurdum? Çünki məxrəcdə vergüldən sonra 2 dənə rəqəm var deyə 100-ə vururam ki, tam belə vergüldən azad edeyim. 0.7-ni 100-ə vuranda. Bax, vergüldən sonra bu bir dənə 0 vergülü bir rəqəm sağa çəkir. İndi burada bir dənə də 0'ım qalıb axı. 7-ni ona vuranda eləyəcək 70. İndi bu 2 dənə 0,2 rəqəm sağa çevirir, olur 14. 70-i də 14-ə böləndə eləyəcək 5. Olur belə də aralığımız 5. Burada da 5 daxil deyil. 5-dən kiçik qiymətlərini götürürük. 5-dən bax, buradakı hansı ədədlərdir? Olacaq, bax, 3 olacaq, 4 olacaq, 3 olacaq, 2, 1, 0, -1, -2. Fikir verin, mənfi aralıqlar artıq daxil olur. Olur mənfi sonsuzluq 5. Y bəndə olacaq. Aydın oldu. Bəli. İndi sən buna həll eləmiş olanda, bax, fikir ver, qolları aşağıdır. Qolları aşağıdırsa parabolanın. Deməli, sən bu qarşısında mənfi olanları axtar. Mötərəzənin qabağında mənfi olanları axtar. Bunu deyəsən bir dənə də variantı qalıb. Mənfi burada da var. Bir dəqiqə, bunu da kəsik ataq. Bax, burada qabağında mənfi olanları axtar. Çünki parabolanın qolları aşağıdır. Mənfidirsə, deməli qarşısında qollar aşağıdırsa mənfidir. Müsbət olanlara at getsin. Bax, görürsən bunların qabağı müsbətdir. Atdım, getdi. 2 dənə variantım qaldı. İndi bir kökü mənfi 1-dir. Digər kökü müsbət 3-dür. X-in qiymətləridir bunlar. Amma biz bunu belə vuruqlarına ayrılmış şəkildə yazanda mənfi 3-dürsə, biz bunu müsbət 1 kimi, mənfi 1-dirsə, müsbət 1 kimi yazırıq. Müsbət 3-dürsə, mənfi 3 kimi yazırıq. Onda hansı variant olur? Olur Y variantı. Aydın oldu. Deyəsən yoruldu. Az qalıb onsuz da. Bax, yenə burada görürük ki, parabolanın qolları yuxarıdır. Deməli, mənfi olanları atıram, gedir. Bax, burada mənfi var, gedir. Bu da olmaz. Deməli, bunun Y-i deyir 1 olsun. Bax, Y-i deyir 1 olsun. X-i də 2-dir. X-i 2 olan Y-i 1-dir, bax. Müsbət 1. Əslində, burada da 1-dir. Bax, fikir ver, bunlarda da 1-dir. Deməli, bu variantları düşünmək olar. Amma X-i deyir 2-dir. X 2-dirsə, biz bunu yazanda belə yazırıq da, müsbət 2-dirsə, çıx 2 kimi yazmalıyıq. X çıx 2 olan, 2-nin kvadratı olan hansıdır? Bax, olacaq bu variant, B variantı. Bunlara bu 2 olan, 3 olanlara baxmırıq. Atırıq, gedir. Mənfi olanlara da baxmırıq. Bu, ümumiyyətlə, uyğun gəlmir. Olacaq bu B bəndi. Bax, 131-də. Yenə kəsişmə nöqtəsi deyil. Kəsişmə nöqtəsi deyilsə, bu hissələri bir-birinə bərabərdir. Yəni, Y-ləri bərabərdir. Yəni, açıq yazaq. Deməli, bax, burada baxıram ki, mənfi x kvadrat üstə gəl 4x bərabər 4x çıx 9. Mənfi x kvadrat üstə gəl 4x. Hamısını keçirək sol tərəfə. Bunların hamısını keçirirəm sola. Çıx
4x, bunlar müsbətdir, çıx kimi keçir. Bu mənfidir, müsbət kimi keçir. Bərabər 0-a. Hamısını keçirdim sol tərəfə. Burada deməli nələr ixtisar gedir? 4x-lər gedir. Biri mənfidir, biri müsbət. İndi burada qalır mənfi x kvadrat çıx. Üstə gəl 9 bərabər 0-a. Yaxşı, onda bu 9-u yenə keçirək də bu tərəfə. Mənfi x kvadrat bərabər müsbət 9-u digər tərəfə mənfi kimi keçir. Hər tərəfdən mənfini ata bilirəm. X kvadrat bərabər 9-a x də bərabər olur. Plus minus 3-ək. Çünki bu buradan x-i tapanda bu kökə 9 kimi keçir. Və bu kökdən modul 3 kimi çıxır. Modul 3 də bizə 2 dənə qiymət verir. Mənfi 3, müsbət 3. Mənfi 3, müsbət 3 olanda y deməli 0 olanda. Deməli, baxaq, mənfi 3, müsbət 3. Gətirib, y-i tapmaq istəsən, gətirirəm, bax, burada ikinci də qoya bilərsən yerinə. Tutaq ki, x bərabər müsbət 3 götürürəm. Onda y-i neçə alacam? 4-ün yerinə 3 qoyacam. X-in yerinə 3 qoyacam. 4 vur 3, çıx 9. 4-ü 3-ə vuranda 12, 12-dən 9, 3. Y-i 3 aldım. Bax, x-im 3 olanda y-i də 3 aldım. İndi bunu sileyim, bunu. İndi x-im mənfi 3 olanda görüm neçə alıram y-ə. Onda y bərabər olur. 4 vur mənfi 3, çıx 9. 4-ü 3-ə vuranda mənfi 12, çıx 9. Bu da eləyir mənfi 21. Deməli, x-im mənfi 3 olanda y-im oldu mənfi 21. Deməli, bizim intervalımız bu şəkildə olur. Bax, bunları indi bir dənə yanaşı yazsam. Bax, bu şəkildə yanaşı yazıram. Bax, belə olur. Bu da hansı variantdır? Bax, hansı variant görsən bunları? A bəndi. A bəndi deyil, bax, burada mənfi 21 var. Olacaq C bəndi. C bəndi. C bəndi olacaq. Diqqətli ol. Buna da baxaq. Bizə deyir ki, funksiyanın qrafikinin apsisxoli ilə kəsişmə nöqtələrinin deməli kəsişmə nöqtələrini tapın. Apsisxoli ilə deyirsə, deməli bunun y-i 0-dır. Olacaq nə? Mənfi 2x-in kvadratı üstə gəl 6x bərabər y-in yerinə nə yazdım? 0. Buradan nə edərəm? Buradan belə eləyərik də. Mənfi 2-ni çıxardaram mötərəzənin xaricinə. Hər 2 var da, 6 2-yə tam bölünür. Bir də x-i çıxardaram. Çünki hər ikisində x var. Çıxartdım. Mötərəzənin içində nə qalır? Mənfini çıxardada bilərəm. Yaxşı, mənfini çıxartmayayım, biraz qarışdırmaz. Yəni, orada qarışdırmış ola bilərsən, mənfi qalsın. Bu mötərəzə xaricinə çıxardığını bunun hər tərəfinə böl. Gör mötərəzənin içində nə qalacaq? 2-lər gedir. Mənfimiz qalacaq. X kvadratını x-a böləndə, x kvadratını x-a böləndə bunun qüvvəti 1-dir. Bunlar bölmə olduğuna görə bunların qüvvəti çıxılır. Bu olur x üstü 1. Amma x üstü 1 elə x kimi də yazılır. Burada qalır mənfi x. Üstə gəl. 6-nı 2-yə böləndə 3, x-lar da getdi. Burada nə zaman hasil 0-a bərabər olur? X-imiz 0 olanda, bir də mötərəzənin içi bərabər 0 olanda. Burada mənfi x bərabər mənfi 3, hər tərəfdən mənfilər getdi. X də bərabər 3. Deməli, indi bax, deməli sən x-a 0 verəndə, x-a 0 verirəm. Y-im onda gör neçə olar? Gətir, qoy yerinə. Y bərabər, bax, burada qoyursan yerinə. X-in yerinə 0 qoyacaqsan. Mənfi 2 vur 0-ın kvadratı. Üstə gəl 6 vur 0. Bax, burada getdi, burada getdi. Yəni, hər ikisi 0 oldu da. Deməli, x 0 olanda y də 0 oldu.
İndi x-in 3 qiymətində. Bir dəqiqə onu görə bilim. X-in 3 qiymətində gətirib yenə yuxarıda qoyuram, y-i tapıram yenə. -2 vur 3-ün kvadratı, üstə gəl 6 vur 3. -2, 3-ün kvadratı bura eləyir 9. 9-u -2-yə -18. Üstə gəl 6-nı 3-ə 18. Biri mənfi, biri müsbət gedir, olur 0. Deməli, x-in 3 qiymətində y aldım 0. Hansı variant olur? Bu hansı variant eləmiş olur? A. A deyil, axır ağa, nə? Baxıram, hansı variantdır? Olacaq y-məndi. Hə, gördüm. Belə, bax, bu qədər.